Salam bizim mətbəxin izləyiciləri, hamınızı xoş gördüm mənim əzizlərim. Bu günləri mən şəkərburanın xəmiri necə düzgün hazırlanmalıdır, mən onu sizə göstərəcəm. Bu xəmiri mən artıq neçə ildir belə hazırlayıram. Şəkərburalarda çox gözəl alınır. İndi isə başlayaq. 1 kilo əla növ paçka undur. Paçka undur, yəni ki, çəki ilə deyil, əla növ un olmalıdır. Onu ələkdən keçirirsiniz. 3 dənə yumurtadır. 2 yumurtanın sarısı, 1 yumurtanın bütöv. Həm sarısı, həm ağı gedəcək. Burada 400 qrama yaxın kərə yağıdır. Mən kərə yağından edirəm. Siz istəsəz o birisi yağlardan istifadə edə bilərsiniz. Amma yağın rəngi ağ olmalıdır ki, şəkərburanızda qəşəng alınsın. Burada 25%'lik deməli çəki ilə olan xamadır. Yəni çəki ilə satırlar da marketlərdə 25%'lik. Burada 200 qram xamadır. 200 qram xamadır. 1 stəkan süddür. Südü mən yanıma qoyuram, amma ola bilsin hamısını istifadə etmədim. 1 çay qaşığı peso olacaq, 1 çimdik duz olacaq. Bir də ki, xəmirə qatmaqdan ötürü droji mən ayırmışam. Deməli çay qaşığı ilə bax bunu tökmüşəm belə. 4 yerə bölüb bax həmin bu hissəni, bax bu hissəni, bax bu hissəni mən götürüb mayalandıracağam və tökəcəm xəmirə. İndi isə başlayaq. Biz drojun həmin o hissəni götürdük ki, bu mayalansın. Bax üstünə də bir xörək qaşığı su tökdüm ki, bu biraz qalsın bunun içərisində. Bu mayalanana kimi, yəni bunun çox böyük önəmi var. Əgər drojunuz sizin mayalanmasa, o xəmirdə yaxşı alınmayacaq. Bura indi biz deməli 1 çay qaşığı pesok, bismillahirrahmanirrahim. Başlayaq. 1 çimdikdə duz. 1 çimdik balaca. 1 çimdikdə duz. Bax belə səpdiniz. Və salam. İndi hələlik bunları qarışdıraq. Unumuz da dediyim kimi ələnmiş olmalıdır. Deməli, bax bu yumşaq, xəmir yumşaq olmalıdır. Çünki bərk olsa, bərk olanda gərək siz onu çörkadan keçirdəsiniz, süzgəcdən. Amma belə yumşaq yaxşıdır. Yəni xəmiri mən tökdüm. İndi bunu umac eləyəcəm. Deməli o yumurta var idi dedim ha. 2 dənə yumurtanın sarısı, 1 dənə yumurta bütöv halda. Bax yumurtanın sarısından ağını ayırdım, tökdüm bura xamanın üzərinə və bunları bax belə çırpandan yaxşı-yaxşı çırpırsınız. Yəni vaxt getməsin deyənə mən bunu edirəm ki, siz görəsiniz ki, proses nədən ibarətdir. Baxın, aktivləşib artıq bizim drojumuz da aktivləşibdir. Bir də südümüz qalıb. İndi biz nə edəcəyik? Biz eləyəcəyik deməli umac eləyəcəyik. Umacdan sonra isə xama ilə yumurta çalıntısını bir də droju tökəcəyik. Deməli baxın, bax bu cürə umac elədim. Görürsüz, narın, unla yağ bir-birinə qarışmalıdır. Vanil mən unutmuşdum. İndi vanili gətirdim. 2 paçka vanil tökəcəm bura. 2 paçka vanil. Deməli vanil burada nə rolunu oynayır? Xanımlar, deməli vanil xəmir bizdə yağlı xəmir daxı. Yağlı xəmir olduğuna görə ki, şəkərbura bir neçə gün qalacaq, o dəqiqə yemirsən axı. Onun yağının iyisi bura çökməsin. Deməli bu qarışımı vanili tökdük. İndi bu qarışımı tökürük. Bu qarışımın hamısını tökürük. Ona görə ki, bu bizə lazımdır. Yəni, elə olub ki, xanımlar, məndə bax belə tökmüşəm də, süd savsem az gedibdir. Yəni, undan asılıdır. Onu bir də görürsünüz ki, canına çəkir və xəmir alınır. Yəni, südə çox ehtiyac olmur. Amma indi baxacaq gedişatda. Əsas bunu düzgün yoğurmaqdır. Düzgün yoğurandan sonra şəkərburanın hər bir şeyi yaxşı alınır. Bir də bax, aktivləşmiş droju tökürük. Droju. Və salam. İndi başlayacağıq bunu deməli yoğurmağa. İndi başlayaq yavaş-yavaş yoğurmağa və arada süddən baxacağam. Görüm əgər xəmir bərk olarsa ümumiyyətcə süddən tökəcəm. Yəni demək istəyirəm ki, hamısını tökməyəcəm. Baxın, yavaş-yavaş xəmiri qarışdırırıq, artıq qarışdırırıq. Görürsünüz, inan o qədər gözəl ətri gəlir ki, hələ indidən. İndi süddən, artıq bizə südə ehtiyac var. Süddən tökdük, baxın, bu qədər süd tökdük, hələlik bəsdir. İndi saxlayırıq. Yəni, bu xəmir çox yumşaq olmamalıdır. Onda şəkərburanın naxışları durmur, özü yaxşı durmur. Ona görə onun kıvamını tutmaq lazımdır. Kıvam, yəni xəmirin özünü tutmaq lazımdır ki, bilək ki, hansı xəmir bizə lazımdır. Baxın xanımlar, deməli xəmirimiz bax bu cür alınmalıdır.
Baxın, arasına baxın. Bax, belə böləndə bunun içi diş-diş olmalıdır. Yəni, bu o deməkdir ki, döyülmüş deməli, yağla, undan olunan şəkərbura belə. Südün də hamısı getdi demək olar ki, dibində biraz qaldı. Yəni, dediyim kimi, ola bilər südün hamısı getsin, ola bilsin getməsin. Bu undan asılıdır. Un da əla növ götürürsünüz. Baxın, xəmir çox möhtəşəm xəmir aldım. İndi nə edəcəyik? Bir yarım saatlıq, bax bunu qoyacağıq bir dənə belə salafana və qırağa qoyacağıq dincəlməyə. Və sonra isə başlayacaq yavaş-yavaş şəkərburalarımızı düzəltməyə. Mən şəkərburaların necə olduğunu axırda videoda göstərəcəm sizə. Və salam. Bax, bu da bizim oldu şəkərbura xəmirimiz. Mənim əzizlərim, baxın. Xəmirimiz yarım saat dinləndi. Bax, xəmirin içi bax, bu cür olmalıdır. Mən bölmüşəm 2 yerə. Xəmirin içi bu cür olmalıdır. Yəni, əgər sizdə də belə olsa, şəkərburanın içi qat-qat olacaqdır. Baxın, bax bu cürə. Görün necə gözəl alınıb. İndi mən başlayacağım şəkərburalarımı düzəltməyə. Mənim əzizlərim, kündələri 40 qramdan tutmuşam, tərəzi vasitəsilə ölçdüm, 40 qramdan tutdum. Yəni 46 dənə, bax 1 kilo un, yarım kilo iç 400 qram pesokdan, bax 46 dənə şəkərbura çıxır. İndi mən sizə kündələmənin qaydasını göstərəcəm. Necə rahat, qəşəng kündələmək lazımdır ki, hamar olsun onların səthi. Əvvəlcə bunun üstünü biraz belə-belə eləyirsiniz əlinizdən. Əlinizi örgəşdirməlisiniz. Əgər şəkərburanı pişirmək istəyirsinizsə, əlinizi örgəşdirməlisiniz və bir dənə hər hansı bir düz səth götürürsünüz. Taxtanın üstündə də ola bilər. İndi mənə belə rahatdır. Bax, bunu bu cür əlinizin içində, bax, bu barmaqlarınızla da biraz elə bir içinə batırırsınız. Bax, belə. Əlinizin içində hiss eləyəcəksiniz ki, o kündə deməli yumrulanır. Artıq yumrulanır. Baxın, mənim əzizlərim, baxın. Baxın, kündələr artıq öz formasını alır. Biraz əlinizin içində onun hamarlığını hiss eləyəcəksiniz. Siz hiss eləyəndə artıq görəcəksiniz ki, bax, mən indi artıq hiss eləyirəm. Hiss eləyəndə görəcəyik ki, artıq kündələrimiz hazırdır. Bax, bu formada da qoyuruq. Mənim əzizlərim, baxın. Bunları 5-5 deməli yaydıq, kündələri yaydıq. Bax, 5-5. Xəmirimiz görün necə gözəldir. 5-5. Həm də xəmir yağ üzünə çıxmır. Əsas şərt odur ki, yağ üzünə çıxmasın xəmirin. 5-5 bunu qoyuruq nəyə görə? Əlimizin altında rahat olsun da, asan da olsun ki, onların içini dolduraq. İçliyimiz də hazırdır. İçliyə bir çay qaşığı döyülmüş hil tökmüşəm, yaşıl hil. Onu özüm üyütmüşəm, tökmüşəm. Fındıqdır, yarım kilo. 400 qram da şəkər tozu pesok. Bu da sudur. Xəmirin qırağı bükülməkdən ötürü əlimi batıracağım suya. Bir dənə də balaca bir iynə lazımdır ki, onu deşək ki, havası çıxsın. Vəssalam, başlayırıq şəkərburalarımızı doldurmağa. Baxın, mənim əzizlərim, şəkərburaları yavaş-yavaş doldururam. Deməli, içərisinə 3 çay qaşığı iç gedir. Yəni ki, içlik gedir. Baxın, bu da indi doldurduğum. Baxın bunun formasına. Bu artıq özü deməli formasını alıbdır. Bunun burası yastı olmalıdır. Yəni buradan siz belə vursanız, bax belə vursanız, onun orası yastı olacaq və şəkərbura öz formasını alacaq və belə dikinə durmalıdır. Və hamısını bu qayda ilə doldururam. İndi mən sizə şəkərburanın içini doldurulmasını göstərəcəm. Və bu qayda ilə o birisləri də doldurursunuz. Deməli, kündəni götürəndə kündənin bu üzü iç tərəfi yağlı olur. Görürsünüz də. Bax, bu yağlı üzünə eləyirsiniz. Barmağınızla da belə su ilə qırağından eləyirsiniz ki, şəkərburanı yaxşı yapışsın ağızları. Bu belə. Sonra bunu götürürük içliyi. İçlikdən də deməli dolu-dolu çay qaşığı. Prestiyə. Bax, belə. 1, 2, bax bu cürə elədik. Aha, bunu qoyaq kənara. Eləməliyik ki, masamız da təmiz olsun. Bu belə. Sonra başlayırıq. Bax belə yavaş-yavaş eləyirik ki, onun deməli ağızları bir-birinə yaxşı yapışsın. Əks halda şəkərburanın ağzı açılacaq və içlik töküləcək. Baxın, bax belə yavaş-yavaş. Bax belə eləyirsiniz. Bax belə.
alındı. İndi nə edirik? Bax belə stola qoyuruq, hər hansı bir taxtanın üstünə və ya da stola. Və biraz belə çırpırıq. Niyə çırpırıq ki, şəkərbura öz formasını alsın. Və başından bax belə bunu yavaş-yavaş bax belə axıra kimi gedirik. Bax belə. Belə. Baxın, artıq şəkərburanın burası düz olmalıdır. Burası da bax belə dikinə durmalıdır və üstünü də striklə bağlayacağıq. Bax bu formada. Şəkərburaların qırağını bükmək məqamı gəlib. Buna baxın, görün necə qəşəngdir. İndi mən sizə göstərəcəm bu niyə belə alınıbdır, belə gözəl alınıbdır. Üstünü dörtmək lazımdır ki, qurumasın. Deməli, götürəndən sonra mütləq bax bunu yenə forma veririk. Bax belə özümüz. Bax bu cürə ki, qəşəng olsun. Və nə edirik? Götürürük bir dənə iynə. Bu iynə ilə bax bunun buralarına biraz deşik açırıq. Bunu nə üçün edirik? Bura hava yığılır, şəkərburanın içi qalxıb, yəni içi boş qalmasın. Bu belə. İndi qırağını bükmək məqamı gəlir. Baxın, qırağında bax belə yavaş-yavaş nə qədər bacarırsınız, incə eləyin. Əlinizlə belə buradan basırsınız. İncə gedirik. Baxın, şəkərburanın burası yenə belə düz qalmalıdır. Bax, burasını da bax belə axıra kimi bükürük. Baxın, bax bu cürə. Belə də davam edirik. Mənim əzizlərim, baxın, deməli, bir hissəsini naxışlamışıq. İndi naxışlamağın necə olduğunu mən sizə göstərəcəm. Bax, bu cürə naxışlayandan sonra isə üzərini iynə ilə deməli deşirik. Bax, belə iynə ilə deşirik ki, orada hava qalır. O drojlu xəmirdə bilirsiniz. Ona görə o ola bilsin ki, şişsin. Yəni şişməyə qoymasın. Baxın, görün necə gözəl naxışlar çıxıbdı. Bax, bu cürə. Baxın, götürdük şəkərburanı, qırağı bükülmüş şəkərburanı. Yenə belə vururuq. Biraz üstündən, bax belə yüngülvari basırıq. İndi nə edirik? Bu xət var ha. Bu xətdən başlayırıq. Deməli, yolkaları çəkməyə. Yolka, yəni ki, sümbül formasında olacaqdır. Bax belə. Baxın. Axıra kimi bax belə getdi. İndi belə bunu fırladırıq. İndi isə fırladırıq. Bax, indi bunun əksinə tərəf. Yəni ki, sümbül alınmalıdır da. Bax, belə. Baxın, axıra kimi getdi. Bax, bu cürə naxışlarımız bax, bu cürə alındı. Mən elə gəlir ki, çox qəşəngdir. İndi qoyaq qurusun. Sonra isə duxovkaya qoyacaq pişməyə. Əzizlərim, onu da qeyd edim ki, şəkərbura 120 dərəcədə, deməli 120 dərəcədə alt üst konveksiya ilə hardasa 20-25 dəqiqəyə bişir. 20-25 dəqiqəyə bişir, altı bişir, artıq biz görürük ki, şəkərbura bişibdir. Yəni bunu da qeyd edin özünüz üçün, yəni biləsiniz müddətini. Şəkərburalarımız hazırdır. Onun hazır olmağını hardan bilirik? Altına baxırıq, altı bişibsə, deməli şəkərbura hazırdır. Şəkərburaları konveksiya, yəni ventilyator sistemində qurutmaq lazımdır duxovkanın içərisində. Yəni əgər istəsəz siz biraz da üstünü qızardarsa, elə adam var ki, biraz qızarmış xoşlayır. Yəni ki, o zövqə bağlıdır. Bir də bunun bu qırağı var. Bu qırağı əgər basırıqsa, deməli xəmir kimi ələ girmirsə, deməli bişibdir. Və quruyub naxışları da tutub öz yerində çox qəşəng. İndi o birisləri qoymuşam, bişsin. Bu da şəkərburaların hamısı. Bugünkü gözəlliyimiz. Allah hamıya bol-bol ruzi bərəkət versin. Hamı öz evində bax belə gözəl tamlardan bişirsin. Baxın. Yəni 46 ədəd şəkərbura çıxıbdı bu porsiyadan.